साले भर के एक नए डीप फेक। What if I were to tell you that I'm not even a human being? Bir video, bir səs yazısı. Saniyələr içində yaradılmış, reallığa bənzəyən saxtalıqlar. Artıq süni intellekt vasitəsilə kimisə danışdırmaq, görüntüsünü dəyişmək mümkündür. Belə bir sual ortaya çıxır. Gördüyümüz bu görüntülər həqiqətdir, yoxsa yox? Texnologiya inkişaf etdikcə real görüntülərlə saxtanı ayırmaq çətinləşir. Belə bir məqamda isə qaydalar dövrəyə girir. Bu qaydaları isə ölkəmizdə qanunlar müəyyən edir. Artıq süni intellekt vasitəsilə hazırlanan saxta görüntülər və səs yazıları cəzasız qalmayacaq. Texnologiyanın inkişafı ilə deepfake kimi tanınan saxta audio və video materialların yayılması sürətlənib. Bu isə həm şəxsi həyatın toxunulmazlığına, həm də ictimai etimada ciddi risk yaradır. Milli Məclisdə qəbul edilən son dəyişikliklər məhz bu təhlükələrin qarşısını almağa hesablanıb. Yeni qaydalara görə bir şəxsin razılığı olmadan onun səsi və ya görüntüsü ilə hazırlanmış saxta materialların yayılması artıq hüquq pozuntusu sayılır. Artıq süni intellektlə yaradılmış video materiallar cinayət məsuliyyətinə səbəb ola bilər. Burada iki əsas halı nəzərdə tutmaq lazımdır ki, bir şəxsin razı olmadan onun barəsində video materiallar hazırlanaraq yayılmalıdır və digər bu məlumatlar həqiqəti əks elətdirməməlidir. Həmçinin daha ağırlaşdırıcı hallar o ola bilər ki, bu video material bir qrup şəxs tərəfindən yaradılıb və yaxud bir neçə şəxsə qarşı istifadə olunur və yaxud bu video materialın hazırlanmasında məqsəd şəxsin şərəf və ləyaqətini alçatmaq. Mütəxəssislər bildirir ki, süni intellektlə hazırlanmış materiallar yayımlanarkən onların süni olduğu açıq şəkildə göstərilməlidir. Bu isə tamaşaçının manipulyasiyaya məruz qalmasının qarşısını almağa xidmət edir. Hüquqi mexanizmlərin sərtləşdirilməsi həm də texnoloji nəzarəti gücləndirəcək, bu saxta materialların mənbəyinin tapılmasını və onların yayılmasının qarşısını almağı asanlaşdıracaq. Bugün rəqəmsal mühitdə süni intellekt vasitəsilə yaradılan foto, video və səs yazılarının, yəni deepfake kontentlərin sürətlə artması ciddi təhlükəsizlik və etibar problemləri yaradır. Kiber təhlükəsizlik baxımından bu tip saxta materialların aşkarlanması texniki olaraq mümkündür, lakin bu 100% dəqiqliklər hər zaman təmin edilə bilmir. Hazırda mütəxəssislər bir neçə üsuldan istifadə edirlər. Bunlara media fayllarının metadatasının analizi, süni intellekt modellərinin buraxdığı rəqəmsal izlərin aşkarlanması, piksel və səs dalğaları səviyyəsində anomaliyaların müəyyən edilməsi daxildir. Bundan əlavə, xüsusi olaraq deepfake aşkarlanması üçün hazırlanmış AI sistemlər də mövcuddur. Lakin süni problem ondadır ki, texnologiya inkişaf etdikcə saxta kontentlər daha da real görünür və aşkarlanması çətinləşir. Süni intellekt yeni imkanlar yaradır. Amma bu imkanların sərhədi artıq qanunla çəkilir. Süni intellekt təkcə imkan deyil, məsuliyyətdir. Saxta görüntülər yaratmaq bəlkə də bir neçə saniyəni alır. Lakin onun hüquqi nəticələri illərə bərabər ola bilər. Atabəy Səyyad, Elşad Heydarov, NTV Xəbər, Bakı.